Salam əziz izləyicilər. Bu alma ağacını nümayiş elətdirirəm sizə. Bax, bunun qabığı soydum bunun qabığını. Bax, bu gündədir. Əvvəl dərman vurub bunun qurtlarını öldürmüşdüm. Bax, ölüsü burada da qalıb. Görə bilirsinizsə, o da bax, dərman vurub öldürmüşdüm. İndi elə marağa bunu soydum, qabıqlarını, o çürümüş yerə. Təcrübə yığmaq üçün ki, nə olur, nə keçir. Və anladım ki, mən bunu vaxtında, balaca olanda, bu zədə, balaca olanda onu yaxşı-yaxşı təmizləyib, sonra da əslində xüsusi bir qarışıq var, vururlar. Ruslar sadovoy var deyir. Tərkibi kanifoldur. Voskdur, yəni arı mumu da. Bir də nədirsə belə bir şey. Onunla müşəmmələmək lazımdır. O zədə yerlərini müşəmmələmək ki, oraya xəstəlik düşə bilsin. Xarici təsirlərdən ağacın gövdəsini qoruya bilsin. Həmin müşəmmə qorusun o hissədə, haradakı zədəlidir. Amma o zədə yerini təmizləyib sonra vurmaq lazımdır. Mən bunu təmizləyib içinə hətta bir dənə iri qurtda tapdım. Bu deyək, küçələri, yolları, prospektləri, orada keyfə baxırlar özləri üçün. Mənim naşılığımdan istifadə ediblər. O da bunları belə yaxşı-yaxşı təmizləmək lazımdır. Yaz qabağı diqqətlə baxıb harada nə var tapıb təmizləmək lazımdır. Təmizləyəndən sonra da müşəmmələmək lazımdır ki, bu günə gəlib çatmasın ağacın vəziyyəti. Elə eşitdikcə eşilir. Nəysə. Yəni bu qabıq zədəsinin aradan qaldırılmasının nə dərəcədə vacib olduğunu siz nəzərinizə çatdırmaq üçün mən bax bu videomu çəkirəm. Bax, əks halda sizin ağacınız da mənim ağacım kimi bu günə düşəcək və qurumaq istəyəcək. Yarım keçəldir, güclə, güc bəla ilə əlləşirəm ki, qurumasın bizə. Hələlik sağ olun, salamat qalın. Və heç məsləhət deyil, zədəli qabığı olduğu kimi qoyasız qalsın. Onu qaşıyıb, təmizləyib, yerinə də nəsə çəkmək lazımdır. İndi o nəsə əvəzinə mən tənbəllikdən götürüb əhəng çəkəcəm. Əlimin altında olan budur. Hesab edirəm, o da qoruya bilər. Amma nə dərəcədə onu da bilmirəm. O sahədə güman eləyirəm və böyük ehtimalla qoruyar. Siz aman vermin. Buna bax, qazdıqca gedir. Ağacın üstü güya ki yaxşıdır, amma altını eşibdir. Yaxşı, çox vaxt almayım. Məqsədimi çatdıra bildim sizə. Sizdə nəticə çıxarmaq üzrə sizlikdir. Sağ olun, işiniz avand olsun, salamat qalın.